Bir yaxşı, bir pis xəbərim var. Hansından başlayaq? Pisdən başlayaq da. Demək, burada çəkdiyim bir neçə xırda video mənə həyatım boyu eşitmədiyim, görmədiyim, hiss etmədiyim qədər söyüş, təhqir, bütün pis ifadələri qazandırdı. Bəs niyə gülürəm buna? Çünki o söyüşlərin, təhqirlərin, həqarətlərin heç birini mən öz ünvanıma qəbul eləmədim. O mənim yaratdığım obraza yönəlmişdi. Çünki mən bir neçə gündür Xalq Cəbhəsi sədri Əli Kərimliyə qarşı, onun tərəfdarlarına qarşı Azərbaycan hakimiyyətinin apardığı çirkin o repressiyadan danışırdım və ironiya eləyərək deyirdim ki, bərək Allah hökumətimizə Əli Kərimli kimi cinayətkarı ifşa eləyir. Heç demə Əli Kərimli bizim büdcəmizi yeyib dağıdırmış. İzləyicilərin də çoxu məni söyüb biavır eləyib ki, əşi, millətin büdcəsini talayan, haqqın yiyən qalıb yuxarıda, sən düşübsən Əli Kərimlinin üstünə. Ayıb olsun və Qabil Məmmədovun leksikonu ilə məni yamanlayıblar. Niyə görə buna sevinirəm? Ona görə ki, xalqımız demək pisi yaxşıdan ayırır. Azərbaycan hakimiyyətinin trolları ilə apardığı bu qədər qara təbliğata, propagandaya baxmayaraq bilirlər ki, onun haqqını kim yeyir, kim uğurlayır və Əli Kərimliyə də bu videolara gələn qəzəbli reaksiyalardan gördüm ki, xalqımızın, izləyicilərin münasibəti çox yaxşıdır. Şad xəbər də elə bu idi ki, millət ayrı edə bilir pisi yaxşıdan. Amma o birinci dediyim pis xəbərin ciddisi ondan ibarətdir ki, çox təəssüf eləyirəm ki, biz Azərbaycanlılar, hətta onun oxuyub yazan, dinləyə bilən hissəsi aydın ironiyanı tuta bilmir və yaxud da ki, o qədər səbirsizik ki, bir dəqiqə yarımlıq videonu axıra qədər baxmırıq. Bax, bu bizim pis xarakterimizdir, pis cəhətimizdir, əlamətimizdir. Bunu ayrı etməliyik. İroniyanı həqiqi sözdən ayırmaq o qədər çətin deyil. Bir azca diqqətli olmaq lazımdır. Bu gün bayram deyir, amma mən ənənəmə sadiq qalıb dünənki Konstitusiya bayramı münasibəti ilə hamınızı təbrik edirəm, bağrıma basıram.